Ermənilər bu evdə yerləşdi və mənim anamı şəhid etdi. Ondan sonra mən bir ailə olaraq 3 əmim oğlunu itirdim. Anamı itirdim. Anamın evi. Bəli, bu mənim anam bax bu evi Anası da şəhid oldu. Hə, şəhid oldu. 3 qız uşağını anam atasız böyüdü mənim. Bax bu ev mənim üçün çox doğma və əzizdir. Bu evim bizə yenidən bəxş edildi. Cənab Prezident, məni evimə gətirən prezident, Mehriban xanım, sizə çox sonsuz təşəkkür edirəm ki, bu mənim üçün yuxu deyil, xəyal deyil, bu bir əsl gerçəkdir. Təşəkkürlər cənab prezident. Sağ olun, gedək evinizə baxaq. Buyurun cənab prezident. Burası sizin həyətiniz budur. Bu həyatdır, mən bu həyatda, bax bu həyatda mən həmişə bayaqları qeyd elədiyim kimi, anamın oğlu övladı olmadığı halda mən bu həyatı becərirdim. Və deyirdim ki, qoy mənim anamın ürəyi böyüsün və mənim anam iş Yenidən artıq yenidən burada elə bir həyat gördüm, elə bir gözəllik gördüm ki, mən inanırsınız ki, bəlkə bugün mənim anamın ruhusu görür, bizi görür, demək ki, şad olur. Şad olur ki, onun evinə cənab prezident gəlir. Bundan gözəl his harada var cənab prezident? Çox sağ olun. Bunu bizə yaşatdığınız üçün sizə sonsuz təşəkkür edirəm. Tarixi bir hadisə. Tarixi bir hadisədir ki, ilk dəfə mənim evimə gəlsin cənab prezident. Buyurun cənab prezident. Hoş gəldiniz. Buyurun Mehriban xanım, hoş gəldiniz. Hoş gəldiniz. Sağ olun. Təşəkkür ederim. Çok sağ olun. Bak bu evdə, bizim anamız 3 kızı böyüttü. Təhsil verdi, ali təhsil verdi. Bu gözəlliyi bizə siz bəxş edəsiniz. Hocamız siz bizə bəxş edəsiniz. Gözəl də tikilib, mən Çox baxıram, gözəl. divarları da belə qalındır, Hər şey. möhkəmdir. Və çox yüksək səviyyədə təmir olundu. Alhamdülillah, bu Mehriban xanım, sözsüz. çox təşəkkür ederim. Çok güzel. İnşallah Gaz da var da. hər şey burada yüksək səviyyədə evləri təmir olundu və bu evləri bizə bəxş edildilər. Çox sağ olun.